Salam dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Bu günləri mən sizə Xırdalanda 2-ci milyonerlər məhəlləsindən 2 mərtəbə həyət evi təqdimatına gəlmişəm. Həyət evimizin sot olaraq ərazisi 1.5 sotda inşa olunubdur. Qoşu daşla tikilibdir. Otaqların arası monolit betonladır. Həqiqətən çox zövqlə təmir olunubdur. Rahatlıqla həyətinə 2 maşın daxil ola biləcəyi bir həyəti var. Bura həyət hissəsini təqdim edən hissəm. 5 otaqdan ibarətdir. Təmiri qeyri-adi zövqlə təmir olunubdur. Bura qapısı, kənardan idarə olunan jaliz qapısı var. Həqiqətən çox gözəl zövqlü təmir olunubdur. Gəlin ki, evlə sizə tanış edeyim. Kupça olaraq torpağın da evində kupçası var. Sənəti yəni qaydasındadır. Bura giriş hissəsidir. Giriş hissəsi yerlər isti döşəmədir, isti sistemi kombidir, suyu, qazı, işığı daimidir. Buradan girişdə sağ tərəfdə yerləşir mənzilimizin mətbəx hissəsi. Vitraj pəncərə qoyulubdur. Rahatlıqla eyvana belə həyətə düşmək mümkündür. Geniş, rahat otaqlardır. 170-180 kvadrat metrdən ibarətdir. Bura mənzilimizin belə geniş, gözəl olan qonaq otağıdır. Təmiri bahalı materiallardan istifadə olunubdur. Təmirində ev sahibi şəxsi özü nəzarət edibdir. Hər bir detalına özü belə deyək də, yəni özü yanında olubdur bütün təmirlərində. Suyu, qazı, işığı daimidir. Yer olaraq Bakı Mühəndislik Universitetinə yaxındır. Bakı Sumqayıt şosesinə yaxındır. Təkər ailəmi deyilən yer var, oraya yaxındır. Burada yerləşir mənzilimizin birinci mərtəbəsində sanitar qovşağı ilə hamam otağı. Aşağıda əlavə yerləşir bir dənə yataq otağı buradadır. Qiyməti profildə nömrəmiz qeyd olunub, əlaqə saxlayarsınız, məlumat verərik. Burada belə bir yer var. Qladovka kimi istifadə edə bilərsiniz. Keçək ikinci mərtəbə ilə sizə tanış edeyim. Burada isə ikinci mərtəbədir. İkinci mərtəbəyə qalxanda sol tərəfdə yerləşir bir yataq otağımız. Bura mənzilimizin bir yataq otağıdır. Yuxarıda isə yerləşir 3 yataq otağı. Bir dənə də sanitar qovşağı hamam otağı buradadır. Burada isə digər yataq otaqlarının birini göstərdim. Yəni, ikinci yataq otağıdır. Yer olaraq, ərazi olaraq quru ərazidədir. Suyu, qaz, işığı daimidir. Bu bir yataq otağımız. Bu yataq otağında yəni özünün hamam otağı da var. Buradan gördüyünüz üçün balkona çıxışı var. Bura belə bir hamam otağı və ayaq yolu, sanitar qovşağı quraşdırmaq üçün əlavə bir otaq kimi saxlayıb ev sahibi böyük yataq otağında. Burada isə 3-cü yataq otağı yerləşir. Həqiqətən çox zövqlü təmir olunubdur. 5 otaqlı həyət evi, rahatlıqla həyətinə maşın girən, 2 maşın girən həyəti və sənəti qaydasında olan bir mənzildir. Sizin də satışda mənzilləriniz varsa, profildə nömrə qeyd olunub. Əlaqə saxlayın, gələk çəkilişini də yaxın bir müddətdə satışına köməklik etmiş olarıq. Kanalıma abunə olmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirəm.